Kimdir ağamız, Mövlamız, sərvərimiz Əmir əl-Muminin Əli əleyhissalam? Kəbə evinin içərisində, Allahın evinin içində, Məkkədə dünyaya göz açıb. Ən üstün gecədə, yəni Qədr gecəsində, ən üstün ayda, yəni mübarək Ramazan ayında, ən üstün məkanda, yəni Allahın evində, Küfə məscidinin içərisində, ən üstün halda, yəni namaz halında şəhadətə çatdırılıb. 63 yaşında, 30 il imamət müddəti olub. Xanımı, xanımlar xanımı, xanım Zəhra salamullah əleyha. Qaynatası Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm. Övladları İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam, xanım Zeynəb salamullah əleyha, Əbəlfəz ağa və başqaları. Kiçik yaşlarında Peyğəmbərimizə iman gətirib. İki övladı imamət məqamına çatıb. İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam. Haqqında Quran-ı Kərimdə bir çox ayələr nazil olub ki, əhl-i sünnə alimləri də bunu təsdiq edib. Çünki qaçılmazdır. O qədər ravilər var, hədislər bu barədə nəql ediblər ki, daha inkar edə bilmirlər. Peyğəmbərimiz onu Allah tərəfindən bütün İslam ümməti üzərinə rəhbər olaraq seçdi ki, bu barədə Maidə surəsində ayə nazil olub. Peyğəmbərimiz onun haqqında bir çox fəzilətlər qeyd edir. Bəzilərini nəzərinizə çatdırıram. Əliyyun məl həq və haqqun məl əli. Əli haqq ilədir, haqq da əli ilədir. Əliyyun əmududdin. Əli dinin sütunudur. Zikru əliyyun ibadə. Əlini xatırlamaq, zikr etmək, yad etmək ibadətdir. La yuhibbukə illə mümin və la yubğidukə illə münafiq. Əlini yalnız mömin sevər və yalnız münafiq ona düşmənçilik edər və ona düşmən olar. Ənə mədinətul ilm və əliyyun babuha. Mən elmin şəhəriyəmsə, Əli də onun qapısıdır. Mən kuntu mövla fəhəzə əliyyun mövla. Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Əli əleyhissalam haqqında bəzi ayələri, hədisləri, fəzilətləri siz qeyd eləyin, paylaşın, statusa qoyun. Bəyənin, rəy yazın. Qoy bütün aləmə bu bayram yayılsın. Bayramınız mübarək olsun.